Salam aleykum, kanalıma ve videoma xoş gəlmisiniz. Like atıb abunə olmayı unutmayın. Paşa ilə limon da buradadır. Paşa ne dersən paşa? Paşa, çiftliğin paşası. Tosundur, tosun. Bu da çiftliğin limonu. Limon. Ne tersen limon. Şimdi bu yanları temizleyeyim. Paşa ilə limonun qabağında ot yoxdur. Şimdi onu tökərik. Ot bitməyə gediblər. Yaş ot gətirəndə tökərik onu onların qabağına. Belə yem verərik paşaya. Limon yeməyəcək, paşaya verərik. İnəklər də harda olsa gələrlər. Hava da yağışlı keçir. Bir yağış yağır, dayanır. Yaz yağışların bilirsiniz də belə. Toyuqlar buradadır. Toyuqlar da buradadır. Və bunların atlarını təmizləyək. İndi isə limon aldım. Bozaların altını təmizlədim. Yüngülvarı təmizlədim. İndi inəklərə gələndə o su yenə batacaq bu yanlar. Onu da dərindən təmizləyərik. Bunların altına quru ot səfəri birazdan çiftlikdən çıxanda qoy atlar solmasın. İnəklərin də həmçinin atlarına quru ot səfəri. Süsələr də gediblər o yana. İndi paşaya yem verək. İndi paşaya bir kuruşka arpa yarması, bir kuruşka da kəpək verəcəyik. Hazır. Paşanın yemi hazır. Deyəcəksiniz ki, limona niyə vermədin? Limonun qabağına qoyuruq, yemir. Ancaq sərçaqlar yeyir. Ona görə axşam saatlar qoymuruq, payman olmasın deyə. Yeməyəndə də inəklərin qabağına tökürük, anasının qabağına. O gün kraska vurmuşduq. Bizi limon bu yanları nə günə qoyub. Paşa iştahla yeyir. Qabaqlarında ot yoxdur demək olar. İndi ot gələndə verərik, tökərik qabaqlarına. Bu ərazilərdə buna çox vaxtı göy ot deyirlər. Mən isə yaş ot da deyirlər, göy ot da deyirlər. Mən çox vaxtı yaş ot deyirəm buna. Amma çoxa isə göy ot deyir.
Başqa ərazilərdə bilmirəm necə deyirlər. Limon. Necəsən Limon? İndi bunlar yemin yesin paşa. Mən də içərini süpürüm. Ona kimi də inələr gələr. Çiftliyin toyuqları. İçərini təmizlədim. Cüzələr batırmışdı onlara. Cüzələr dəm verdim. Bir yana süpürdüm. İndi isə inəklər gələr indi. Paşa da yedi. Geç, paşa geç. Bunu yudum. İndi isə inəklərin gəlməyini gözləyək. Sonra da bunlara ot verərik. Ona kimi də yaş ot gətirərlər. Limon. Limon, limon. İndi inəklər gedim görüm gəliblər yoxsa yox. Baxdım inəklərə yox idiler. Birazdan gələrlər. Paşa. Paşa da buradadır. Paşa neyirsən? Niye dəlli edirsən? Gəl çiftlikdən çıxanda paşanın altına, bütün inələrin altına ot səpəm, quru ot. Çünki yaş olurlar. Sonra xəstələnib eləyərlər. Paşa. Paşanın deyəsən sərsağa biraz uzun bağlayıblar. Bir yana keçir. Biraz balacalaşdırardılar. Burada böyük düə, balaca düə. Burada paşa, paşanın anası, limon və sürü lideri, limon anası. Sürü lideri hara getdi, inəklər də oraya gedir. Sürü lideri, məsələn üçün, saat 9-da sahəyə gedib, 10-da zatda evə qayıtsa, inəklər də hamı onunla bir yerdə evdə olurlar. Evi, limon anası hara getdi, inəklər oraya gedirlər. Limon, necəsən? Limonda təzə-təzə buynuzları çıxır. Nədir? Çiftliyin balaca üyəsi. Çiftliyin ən balacasıdır. Bu da çiftliyin aslanı, canavarı. Paşanı təxminən bir aydan sonra falan havalar yaxşı olandan sonra sahəyə bıraxarıq inşallah. Hadi yıxıldın üstüme. Yer oynama. İndi inələr gələndə videoya davam edərik. Hələ ki yoxdular. İnələr gəldilər. İndi onları bağlayaq.
İnəklər gəldilər, bağladıq onları. İndi qabaqlarına ot tökərik. Paşa, nə olub sana ay paşa? İndi bunlara ot verərik. Böyük döyüş isə savaşdan gəlir. Kimdənsə savaşır. O tərəfə qandır. Qulağı falan. Keç. Ot gələnə kimi bununla idarə elə. Paşanı da sakitləşdirməyin bir yolu var. Ha! Qoyun. Ha! Yaxşı, yaxşı. Paşa sən də ye. Başın qarışsın. Sürü lideri isə öz qabağından yeməyəcək. Birinci limonun qabağından yeyəcək, sonra öz qabağından yeyəcək. İndi birazdan ot tökəndə görərsiniz. İnəklər bir nə sahədə yeyiblər. Nə oldu? Limonla anası dava edir. Diləşirlər. Bir nələri yeyiblər sahədə. Maşallah olsun. Heyvanlar biraz arıqdır. İnşallah köçələrlər. Bu günlər biraz tez gəldilər evə. Saat 6-ın yarısı gəldilər. Hava yağışlıdır. Yəqin ona görə tez gəlir. Çünki 7-yə qalmış falan gəlirdilər evə həmişə. Bunun qulağı əzlidir. Buna biraz dərman sürtərəm. Kimlə savaşmısan? Bitti. Və ot gəldi. İnəklərin ota baxmayına baxın. Bu dəryazı qoyaq ora. İnəklərə otlarım verdi, iştahla yeyirlər. Çiftlikdə bir dənə süpürmək qaldı. Süpürmək, sonra su göstərəcəm inəklərə. Və bir də inək sağımı qaldı. Ona da mən baxmıram o işə yəni. İnəkləri nənə sağır. Mənim 2 dənə işim qaldı. Bir su göstərmək, bir də bu yandan süpürmək. Və bir də inəklərin altına ot səpmək. Əsas odur. Quru ot səpəcəyik inəklərin altına. Öz qabağından yemir, limon qabağından yeyir. Və yavaşdan videonun sonuna gələk. Like atıb, abunə olmayı unutmayın. Hədəfimiz 1000 abunədir.
Sağ olun, görüşənədək.